Elegant xanımların ideal seçimi həm zərif, həm isti saxlayan şarf jabonu bir də mən toxuyum. Alpaka Gold yarnat firması, deməli 50 qramda 180 metr, 75 akril, 20 alpaka, 5 polister. 4 nömrə milimizlə başlayırıq toxumağa. 12 ilmə götürürük. 1, 2, 3, 4, 5 və 6. İlmemizin ilk ilməsi və son ilməsi kənar ilmələrimizdir. 2 düz toxuyuruq. 2 tərs toxuyuruq. 2 düz toxuyuruq. 2 tərs toxuyuruq. Və 2 düz toxuyuruq. Sonuncunu isə həmişə düz toxuyuruq. Bunlar kənarlardır, onlar köməkçilərimizdir. Davam edirik. Hər kəs istədiyi uzunluqda. Deməli, bunu metr yarımdan 2 metrə qədər uzatmaq olar. Mən yəqin ki, 1,60 ölçüsündə götürəcəm. Tərsləri tərs, düzləri düz toxuyuruq. Birincini toxumadan çıxardırıq. İkincini, sonuncunu isə həmişə düz toxuyuruq. 1,60 toxumaq fikrində olsam da 1,70 toxudum və bu cür uzun bir şarf alındı. Deməli, ikinci mərhələdə nə edirik? Şarfımızı 2 qatlayırıq. Artıq merlərimi qeyd eləmişəm, sizə də göstərim. Tən ortasını tapırıq bu cür. Tən ortasını tapandan sonra ilmə olaraq ortasını yox, 2 ilmənin ortasını. Həmin bu 2 ilmədən sağa 20 ilmə, sola da 20 ilmə ayırıb qeyd edirik. Deməli, baxın, bu 20-ci ilməni götürürük. Sonuncu ilməni götürürük. Düzdürmü? Bir dənə arxa divarından. Kənar xəttimizin bir dənə ön divarından və bir də bu 2 ilmənin ortasında bir ilməni çıxardırıq. Çəkirik, bir dənə də bundan götürürük. Baxın, arxa divar, ön divar, bir də bu 2 ilmənin ortasındakı, baxın, bunu çəkirik. Bundan da bir ilmə çıxardıq. Bu cür sona qədər davam edirik. Sona qədər deyəndə ki, saydığımız 40 ilməni bu cür toxuyuruq. Topladığımız ilmələr 317 ədəd ilmə olur. 317 ədədin bir ilməsi əvvəl, bir ilməsi də son ilmə kimi götürürük və ortada qalan bütün ilmələri 5 düz, 5 tərs toxumaqla davam edirik. 5 sıra düz, 5 bir ilməni toxumadan çıxartdıq. 1, 2, 3, 4, 5, 5 düz. 1, 2, 3, 4, 5 tərs və bu cür sonacan davam edirik. On sıra toxuyub nəticəyə baxaq. Deməli, 10 sıra 5 tərs, 5 düz toxuduq. Baxın. Və tərsləri tərs toxuyub yığdıq, düzləri də düz toxuyub yığdıq. Deməli, düzləri düz toxuyuruq. Öncəkinin içindən keçiririk. Düz toxuyuruq, öncəkinin içindən, düz toxuyuruq, öncəkinin içindən. Düz toxuyuruq, öncəkinin içindən, düz toxuyuruq,
öncekinin içindən. 5 dənəsi tamamlandı. Tərsləri tərs toxuyuruq öncəkinin içindən. Tərs toxuyuruq öncəkinin içindən. Tərs toxuyuruq öncəkinin içindən. Yaxşı. Budur nəticə. Eyni işi ikinci tərəflə də edirik, əks tərəflə də edirik. Mərkəzini tapırıq, 20 sağdan, 20 soldan ilmələrimizi toplayıb, bu cür 10 sıra toxuyub 11-ci sıra ilə də yığırıq. Və sonda nəticəmiz. Bu da şarfımızın tam hazır halı.